Azərbaycanda oynayan futbolçuların qiymətini hesablasaq, birinci yerdə Ağdamın Qarabağ klubu gəlir. 57 milyon. Sonra Sabah 33, Zirə 27 və Neftçi 24. Ən nisbətən kasıb klubumuz Kərvan Yevlaxdır. 8 milyon. Bunların hamısını hesablasaq 12 klubun futbolçularının ümumi qiyməti 252 milyondur. Təsəvvür edin ki, bu 252 milyon Qarabağın gələcək Çempionlar Liqasında rəqibi olacaq Eintrachtın məbləğindən azdır. Eintrachtın qiyməti 364 milyondur. Təsəvvür edirsiniz, Qarabağla Eintrachtın fərqi nə qədər yüksəkdir. Almaniyanın ümumi çempionatın qiymətini demirəm, o milyardlara gedib çıxır. Azərbaycan bu rəqəmlərə görə Avropada 28-ci yeri tutur. Futbolçular arasında isə ən bahalı futbolçumuz Qarabağın futbolçusu Leandro Andrade'dir. 6 milyon. Sonra Kadilə və çoxlarının bəyənmədiyi Nəriman Axundzadə gəlir. 5 milyon.